Mənə biri dedi ki, biz uşaqlarımızı evləndirməyə bir dənə qız yoxdur. Qız tapa bilmirik. Sən indi oturub orada nə bilim deyirsən ki, Abdullahiyan belə dedi. Əcə belədir dedi. Nə dedi? Abdullahiyan nə deyir ki? Deyir ki, dövlətlər bizim hamısı qonşumuzda. Gördün indi nə elədilər? Azərbaycandan nə qədər zərbələr getdi İrana. Ermənilər zərbə vurdular. Oturublar orada, xristiyan ola-ola. Kimi İrana kömək edir? Yenə də həmən o müaviyə övladlarıdır. Amerikaya kömək edir, Ərəbistan, o birisi, o birisi, bu birisi. Amma xristiyan Rusiya İranın yanındadır. Və bunu görmürsünüz, sizin gözləriniz kördür. Budur sizin Əliyə Əleyhisselamın ədaləti. Bütün bunları siz nə təcrübə